Salam, hörmətli izləyicilər. Qeyd edib ki, biz Azərbaycan Respublikası Könüllü İctimai Nizamçı İctimai Birliyi, mən Mərkəzi Aran Regional Təşkilatının sədri Cavid Piriyev. Bəli, dünən bizə məlumat daxil olmuşdu ki, Göyçay rayonu Şəhadət Qarabağlar kəndində, kəndin ətrafında, su kanalının kənarında böyük çirkaf var, böyük zibil yığıntısı var. Ora gəlin, ora baxış keçirin və oranı ictimaiyyətləşdirin. Bu gün isə biz gəldik Göyçay rayonu Şəhadət Qarabağlar kəndinə. Amma gördük ki, burada artıq qeyd edim ki, işlər gedir, təmizlik işləri həyata keçirilir. Ona görə biz bunu ictimaiyyətləşdirməyə qərar aldıq. Bəli, bugünkü gündə bax, bu Şəhadət Qarabağ kəndində Şirvan Su Kanalları İdarəsinin rəhbərliyi bu təmizlik işini həyata keçirdir. Bu günlərim çünki biz burada öyrəndik. Çox sağ olsunlar, amma qeyd edim ki, bu iş əslində qalanda kənd bələdiyyəsinin, ərazi nümayəndəliyinin işidir. Ki, bura gətirir, insanlar zibil atırlar, bura böyük bir zibil yığınağı əmələ gəlir. Bu da ekologiyada böyük bir problem yaradır. Və çox sağ olsun ki, bəli, Şirvan Su Kanalları İdarəsinin rəhbərliyinə mən minnətdarım bildirirəm ki, bu işdə fəallıq göstərərək bugün, mart ayının 12-si burada 2025-ci il, təmizlik həyata keçirilir. Mən indi çəkib bunu sizə təqdim edirəm. Bəli, hörmətli izləyicilər, adi qurumlar, gördüyünüz kimi Şirvan Su Kanalları İdarəsi burada öz texnikası ilə birlikdə xidmət göstərir, işləyir. Çox sağ olsunlar. Və burada idarənin işçiləri də buradadılar. Artıq təmizlik həyata keçirilir, qeyd edim. Bax, gördüyünüz kimi bu həmin ərazidir. Bu ərazidir ki, burada çox böyük zibil yığınağı əmələ gəlmişdir. Bax, bu yerdə gördüyünüz bu suyun içərisi demək olar ki, burada zibillə dolmuşdu. Çox gözəl işdir ki, bax, bu günlərim bu idarə bu işi həyata keçirdir və bu təmizlik işini başa vuracaq bu günlərim. Bir daha çox sağ olsunlar. Biz hər birimiz ekologiyanı qorumalıyıq. Mən buradan bütün Şəhadət Qarabağlar kənd sakinlərinə müraciət edirəm. Bələdiyyə rəhbərliyinə, ərazi nümayəndəliyinə müraciət edirəm, xahiş edirəm ki, bax, bu təmizlik bu işi gedir. Amma bunu qoruyub saxlamaq lazım. Çünki bu zibilliyi burada yaradan vətəndaşlardır. Bu zibili burada atan kənd sakinləridir. Ona görə əziz kənd sakinləri, çox xahiş edir ki, bu işdə diqqətli olun. Bu gün hər bir vətəndaş ekologiyanı qorumalıdır. Bizim borcumuzdur. Çünki ekologiya təmiz olarsa insanlar da sağlam olar. Bu hər birimizin sağlamlığı üçündür. Dövlətimizin gələcək vətəndaşlarının sağlamlığı üçündür. Hər bir vətəndaşın üzərinə düşən, sakinin üzərinə düşən işdir ki, bu təmizliyi qoruyub saxlamalıdır. Bir daha Şirvan Su Kanalları İdarəsinin rəhbərliyinə təşəkkürümü bildirirəm bu işlərinə görə. Çünki əslində bu kənd bələdiyyə rəhbərliyinin işidir və sakinlər də burada dəstək olmalı, kömək olmalıdır. Daima çalışaq ki, təmizliyi həyata keçirək, ekologiyamızı qoruyaq. Ekologiyanı qorumaq dövlətin ən əsas işidir ki, ekologiya təmiz olduqda, ekologiyada çirkab olmadıqda insanlar da sağlam yaşayır. Yediyimiz qidalar da, istədiyimiz sular da sağlam olur. Bir daha təşəkkürlər olsun. Bu işdə əziyyətə keçən bütün buradakı əməkdaşların hər birinə təşəkkürümü bildirirəm.